Axşam sabah ürək sözlə dolaydı. Yaşadıqca şeiriyyətin eşqinə. Çox demirəm, 100 il ömrüm olaydı. Azərbaycan xalqının birinci oğlu Aşıq Ədalət Nəsibov. Salam əzizlərim. Aşıq Ədalət Nəsibov sonundan sizə salamlar göndərirəm. Ədalətin xüsusən bu cavanlıq şəkli xoşbəxtlikdən bugünə qədər qorunub saxlanılıb. Şəklin təxminən 43 yaşı var. Bu mənim saz Allahının xeyirkar barmaqlarına vurğunluğumu, Dədə Ədaləti elə belə sevmək yox, ona olan sevgi, məhəbbət dünyamın olmasını sevilir. Mənə elə gəlir ki, bu şəkil Aşığın özünə də, ədalət sevərlərə də böyük bir hədiyyə olacaq. Mən Gəncədə institutda oxuyanda institutun nəzdində jurnalistlik dərnəyi var. Mən o dərnəyin fəal üzvlərindən biriydim. O vaxtları bir povest yazdım. Adını da qoydum Məhəbbətin Göz Yaşları. Povest saz, söz və əsas da sevgi, məhəbbət haqqındaydı. O vaxtda ədalətin şəklini povestin bir səhifəsinə yapışdırmışdım. İndi çıxarıb YouTube'a qoydum. Bəzi adamlara elə gələ bilər ki, şəkil çəkən şəklin orasına burasına düzəliş verib və ona görə də qəşəng alınır. Birazdan sonra Aşığın YouTube'da olan orta sarı tel havasına baxacağım. Bu videoya baxandan sonra mən əminəm ki, biləcəksiniz ki, həqiqətən də Ədalət Nəsibov avtomobil qəzasına düşənə qədər bax bu şəkildəki kimi Azərbaycan gözəli olur. Gözəlliyindən başqa boydan boyu, tutundan tutun. O vaxtda video kamera yox idi. Yəqin ki, videonu Sovetin kino kameraları bir az da keyfiyyətsiz çəkir. Amma şəkil xarici aparatla çəkilirdi. Və elə ona görə də ədalətin özünün olduğu kimi də şəkil gözəl çıxır. Əlbəttə, çox maraqlıdır. Həm gözəl olasan, həm gözəl də sənətkar olasan. Həkimlər sifətində çoxlu əməliyyatlar apardılar. Baxmayaraq ki, dədə ömürlük əlir qaldı. Axsadı. Yenə də Allahın bu gününə şükür ki, dədə avtomobil qəzasında sağ-salamat qaldı. Zəlimxan Yaqubun sözləri ilə desək, ədalət sazı Tanrı dərgahına qaldırdı. Profesor Elxan Məmmədlinin sözü ilə desək, ədalət sazı dünyaya yaydı. Məmməd Aslan ədalətin sazın sacidarı adlandırdı. Bir ay bundan qabaq, 4 ay bundan qabaq 6 ay Azərbaycanda oldu. Eşitdim ki, Azərbaycanın birinci oğlu Ədalət Nəsibov Bakıda yaşadı. Özü də mənzil kirayə etdi. Elə bir ki, mən şoka düşdüm. Ədalət Nəsibovun saz çalmasını nəinki adi adamdır. Hətta aşıqlar, jurnalistlər də başa düşmürlər. Mənim anam baxmayaraq ki, aşıq deyildi, saz çala bilmirdi. Baxmayaraq ki, Aşıq Əmrahın da, kamandarın da, saz çalmaları da, səsləri də eynidir. Anam onları ayıra bilir. Deyirdi, bax bu bəndi Əmrah oxuyur, bu bəndi də kamandar. Deyirdi ki, Əmrah kamandardan az da olsa güclü aşıq. Yəqin mənə də bu qabiliyyət anamdan keçdi. Gerisi olaraq. İraq atamdan, anamdan məndə bir qudurğanlıq var. Aşıq Əmrah kimi böyük bir sənətkar saz çalıb oxuyanda çalışıram ki, onda bir səhv tutam. Hansı ki, Əmrah sazı çalır düşə, mən də düşə.
Var deyir keçinin qoturu suyu dayanmaz. Məndən yaxşı səs çalanlar minlərlədir. Amma mən nəyin ki o minlərlə səs çalanlara, hətta ən yaxşı səs çalanlara dərs deyə bilərəm. Deyərəm, belə çalma, belə çal. Belə oxuma, belə oxuma. O səhvi dədənin özünə, Dəmir Həsənoğluna, Hüseyin Saraşlıya, Əmraha, Kəmandara mümkün deyil. Amma başqalarına bir hava çalanda bir yox, 5 yox, çoxlu səhv tutmağa qabiliyyətim var. Mən axı yaxşı səs çala bilmirəm. Bəs onda mən kiməm? Fikirləşdim. Dedim, yəqin mən ekspertim. Elə bilirəm ki, dədə olmayan yerdə münsiflər heyətinin sədri olmağa mənim qabiliyyətim çatar. Bəlkə də səhvə. Amma hər bir Azərbaycanlı bunu bilməlidir. Hər birimiz üzdən iraq ulağı atdan fərqləndirməliyik. Əsas da saz söz məsələsidir. Bizim mayamız musiqidən tutulur, sazdan sözdən tutulur. Adamlar var ki, deyir, Dəlidağlı ədalət, dədə ədalətdən yaxşı çalır. Belə şeylər mənə düzü ki, pis təsir göstərir. Ədalətin nə olduğunu bilmək üçün onun irsini öyrənmək lazımdır. Bu irsi də öyrənmək üçün Aşıq Ədalət Nəsib oxuyanda açdım. Mənim əzimim. İndi mən çalışacağım ki, sizə deyim, ədalət nələr elədi, nələr eləmədi, ədalət kimdir, ədalət nəçidir. Bu suallara cavab tapmaq üçün Çiçək xanımın Aşıq Ədalət Nəsibov fondunun Qızıl fonduna daxil olan könül körpüsü verilişinə baxa bilərsiniz. Mən sadəcə olaraq sizə müəyyən əlavələr deyəcəm. Orada Çiçək xanım ədalət kimdir, necədir, necə sənətkardır, çox gözəldir. Ədalət Nəsibova qədər sazın pərdələri 2 dəfə azdır. Saza əlavə pərdələrdir. Mən deyərdim ki, bugün aşıqların vurduğu güllərin 90%-ni elə belə deyək, dədə ədalət təşkil edir. Məsələn, Yanıq Kərəmi havasında 50 dənə gül var idisə, indi 1050 dənədir. Ədalət Nəsibovun o boyda nərin sadəliyi ondan ibarətdir ki, bəzi aşıqlar kimi demir ki, saz havasını mən yaratmışam. Amma ədalət naminə demək olar ki, saz havalarını ədalət yaratır. Hətta belə demək olar. Var Yanıq Kərəmi, var ədalətin Yanıq Kərəmi. Var dilgəmi, var ədalətin dilgəmisi. Jiguli ilə Mercedes hər ikisi maşındır. Amma fərqini hər bir adam bilir. Ədalətə qədər çalınan saz havaları ilə ədalətin çaldığı saz havalarının arasında Zaporoji ilə Mercedes qədər fərq var. Ədalətə sual verəndə şairdən varmı? Cavab verir ki, bütün saz çalanlar mənim şairlərimdir. Onu çox düzgün bilir. Ona görə ki, hamı ədalətin güllərini çala bilməsələr də yamsılayırlar. Ədalət ölüb getmiş saza təzədən nəfəs verdi. Sevimli şairimiz Səməd Vurğunun 7 oğul istərəm poemasının əsasında çəkilən Komsomol poeması filmində əslini də, kələmi də telli sazın simlərində 1 dəqiqə 15 saniyə müddətində yandırıb itlədi. Millətimiz bu səhnədən daha da ilham aldı və beləliklə saza yenidən nəfəs verildi. Ədalət radiolarda, televizorlarda çaldı, 50 milyonluq Azərbaycan xalqına ilham verdi. Səməd Vurğun, əsas da Bəhmən Vətənoğlu. Bəhmən Vətənoğludan da çox şücaət, ədalət sazından bəhrələndilər
yandılar, yakıldılar ve ben deyərdim ki, coşdular, çaylar kimi çağladılar ve yazdıklarından da bir az da yanıqlı yazdı. Bize de elə olazım değildi mi? Biz bədbəxt xalqı. Başka xalq musiqiyə qolaq asıb, qol götürüb oynayırlar, amma biz ağlayırıq. O musiqi, o şeyi, o səs havası, şeir değil, musiqi değil, əgər biz ona qolaq asıb ağlamırıqsa. Mən deyərdim ki, Səməd Vurğun olmazdı, əgər ədalət Nəsibov olmasaydı. Bəhmən Vətənoğlu olmazdı, əgər ədalət Nəsibov olmasaydı. Hücayət xalqın sevimlisi olmazdı, əgər ədalət Nəsibov olmasaydı. Ədalət qara saz dilləndirdi, şairlərimizə ilham verir. Şeir aləmində pisi yaxşıdan keçən Kəlbəcər xalqı Bəhmənlə Hücayətə fərq qoymurlar. Hər ikisi gözə şair oldular. Hər ikisinə halaldır. Amma ədalət xatirinə deməliyik ki, necə bir şair kimi Bəhmən Hücayətdən güclüydü. Bəhmən dərya idi. Bir şairə ki, saz Allahı ədalət qiymət verir. 3 aydır ki, Ədalət Nəsibov fonunda gecə və gündüz çalışıram. 3 ayda başa düşmüşəm ki, Ədalət Nəsibov əsas Bəhmənin şeirlərini oxuyur. Əlbəttə, Bəhmən dərya idi. Bəhmən də, Hücayət də bir kampaniyada olanda ilk baxışdan da adama elə gəlir ki, necə böyük bir qardaşı kimi Hücayət Bəhmənin yolunu saxlayıb, ona hörmət bəslədir. Amma onu da deyək ki, xalq Hücayəti çox sevir. Ona görə ki, Ədalət Nəsibov adamı sazda yandırırdı, Hücayət də sözdə. Hücayət çox yanıqlı yazdı. Mən deyərdim ki, Hücayətin o boyda yanıqlı yazmasının səbəbi onun türmələrə düşməsi oldu, bir də ədalət sazı oldu. Hücayət ədalətin yanıq kələmisinə qolaq asanda yazdı. Sinəmdə atəşdir, gözümdə yaşdır, əlimdə qələmdir yanıq kələmi, aləmi yandırıb külə döndərən ahımdır, naləmdir yanıq kələmi. Sinəmizi dağlasa da qardaş, çaylar kimi çağlasa da qardaş, hönkür hönkür ağlasa da qardaş, nəşədir, ələmdir yanıq kələmi. Ahudumandan da sıx olmuşam mən, Məcnun da, Kərəm də çox olmuşam mən, Hücayət deyiləm, yox olmuşam mən, Kərəməm, lələmdir yanıq kələmi. Biz heyvlər olsun ki, ən yaxşı sazbəndimizi itirdik. Mənim dostum Tovuzlu Usta Xudunu, o da bir talantı idi. Yeri gəlmişkən onu da deyim ki, nəinki Xudu dayı, yaxşı saz ustası idi Xudu dayı. Biz onu bilməliyik ki, Xudu dayı kimi saz çalmaqda bir Ədalət Nəsibova, bir də Dəmir Həsənoğlu'ya çata bilməzdi. O ki qaldı saz düzəltməsi, Xudu dayı sazı əlinə alan kimi, necə bir həkim kimi saza diaqnoz qoyurdu və saza yenidən bir nəfəs verirdi. O da bir möcüzə idi. Ona görə də ən yaxşı sazı Xudu dayı bağlayırdı. Amma çox qəribədir ki, Xudu dayı düzəltdiyi saza, ədalətə lazım olan səsi Xudu dayı özü verə bilmədi. O nə səs idi, o nə sirri idi. Ədalətin sazındakı hinduşka səsi. Ədalət sazı Xudu dayıya düzəltdirəndən sonra elə edirdi ki, o səs başqa bir səs verirdi. Elə bir ədalət sazın içinə hinduşka boğazı qoyurdu. Kompüter ustaları başa düşər.
kompüterdə möcüzəni yaradan mağazdır. Görünür Allah Taala onun barmaqlarının ucuna mağaz qoydu. Əvvəllər elə bilirdik ki, o səsi Kudu dayı verir səsə, yəni pərdələrdə zətdə. Sən demə o səsi ədalətin seyirkar barmaqları verilmiş. Kudu dayı ədalətə saz verir. Amma o səsi verə bilməz sazı. Çünki onda ədalət barmaqları yox idi. O lazım olan səsi saza verdi. Ədalət nəsib. Ədalət Nəsibov birinci çox yaxşı oxuyur. İkinci konu ilə tərcümə edir. Üçüncü çox savadlıdır. Hər şeyi bilir. Şairlər, aşıqlar nə yazıbsa hamısını bilir. Səhnədə özünü çox yaxşı aparır. Beşinci, saz çalmağına da ki söz olmaz. Eşitmişəm ki, ədalətə sürmə verib səsini batırıb. Amma bəzi başı çıxmayanlar elə bilirlər ki, ədalətin səsi cırdır və pis də oxuyur. İnanın, o pis hesab etdiyiniz səsi ilə ədalət oxumaqda Aşıq Şəmşirdən, Kəmanlardan, Əmrahdan, Hüseyin Saraşıdan heç də geri verir. Mən sizlə razıyam, ədalətdir. Alla Pugaçova'da, Vladimir Vysotski'də onlar danışanda hər üçü elə bil ki, 100 ildir ki, sigaret çəkir. Amma Vysotski'də, Alla'da bir kalifim. Biri var danışıq səsi, biri də var oxumaq səsi. Bu dəqiqə Azərbaycanda elə bir aşıq yoxdur ki, ədalətin 55-60 yaşında oxuduğunda yaxşı oxusun. Heç yeri gəlsə onun oxumağı da lazım deyil. Birazdan internetdə baxacaq. Dədənin Ədalət Dəli Dağlının ad günündəki çıxışı Səməd Vurğunun Komsomol poemasına deyil. Heç orada oxumur. Bir ayrısına da baxın. Birazdan siz onun sadəcə olaraq saz çalmasına və danışıqlarına fikir verin. Sazı başa düşənlər üçün deyirəm. Ədalət sözün yaxşı mənasında haqqa çıxarır. Ədalət Nəsibov bizim üçün tarifə idi. Mənim üçün əfsanədir. Mənim üçün biləcəyim. Ədalət ona görə Azərbaycanın birinci oğludur ki, o Nizamini də vurub keçdi. Ələsgəri də, Səməd Vurğunu da. Səməd Vurğunlar çoxdur. Nəinki Aşıq Şəmşir, Bəhmən, Mücahət, Kəlbəcərin hər bir kəndində, hər qayasında, hər daşında, hər bulağında, hər yaylağında bir Səməd Vurğun var. Amma ədalətin əndəvarına yaxınlaşan olmur. Dəli Dağlı ədalət qura belədi, ancaq o kola girə bilmədi. Çünki mənə elə gəlir ki, məsələ ədalətdə deyil, məsələ ədaləti bu dünyaya gətirən anadadır. Ədadadır. Anası ədaləti tək doğulur. Nizamilər, Ələsgərlər hər 1000 ildən də bir olsa yaranacaqlar. Amma ədalət Nəsibov təkdir, o tək də olacaq. Bu niyə təkdir? Bu nə sirridir? Bu nədən yarandı? Bunu kim yarattı? Suallara cavab vermək üçün Ədalət Nəsibovun irsini öyrənmək lazım. Bu irsi də öyrənmək üçün Ədalət Nəsibov fondunu yaratmağı özümə borçluyum. Amma heyf ki, belə bir sənətkar Bakıda mənzil kirayəyə tutur. Ədalətin evi ziyarətgah olmalıdır. Biri ədaləti görmək istəyəndə ədalət evindən qaçmamalıdır. Yəqin ki, qaçmır, amma qaçmalıdır. O gələn qonaqları acmı yola salmalıdır. Bilirəm, Heydər Əliyev ədalətə prezident təqaüdü kəsb edir. Ancaq elə bir adam üçün o yandan bir adamlardır. Mədəniyyət Naziri, Aşıqlar Birliyi,
hara baxırlar? Niyə sağ vaxtında o sevimli Zəlimxan Yaqubumuz Ədalət Nəsibovun qaydına qala bilmir? Axı Zəlimxanın xahişini prezident rədd etməzdi. Ədalət Fondu hörmətli prezident İlham Əliyevdən xahiş edəcək ki, ədalətə qəhrəman adı versin. Ev-eşik, pulsuz müalicə və heç olmasa 80 illik yubileyinə Ədalət Nəsibovun adına Bakının mərkəzində Ədalət Nəsibov bağı açılsın və o bağda Ədalət Nəsibovun Səməd Vurğunun heykəlindən də əzəmətli, möhtəşəm bir heykəli ucalsın. Ədalətin bax bu cavanlıq şəklini heykələ çevirmək lazımdır. Yaxşı olar ki, Səməd Vurğun parkı ilə qabaq-qabağa olsun. Qoy Səməd Vurğun o gördüyü, sevdiyi 17 yaşlı balaca Ədalətə baxsın. Səməd Vurğunun balaca Ədaləti də, beçəsi də Səməd əmisinə baxsın. Səməd Vurğun balaca Ədalətə beçə deyirdi. Ədalət həmişə Səməd əmi deyildi. Səməd Vurğun öləndə Ədalətin 17 yaşı olub. Öləndə yazıb, könlümə dil düşdü Zeynəb üçün çapın, xan üçün qəlbimdə bir qala yapın, aşıq ədaləti habili tapın, şöfqətin pəsini gətirin. Madam ki, Səməd Vurğun ədalətə qiymət verdi, deməli, ədalət 17 yaşından sazı yeyirmiş. Ədalətə sabah yox, birisi gün yox, bugün yox, dünən heykəl qoyulmalıydı. Düzdür, Qorxmaz Tofiqoğlu deyil, ədalət yeganə adamdır ki, sağlığında heykəlini qoyublar. Mən razıyam, amma o məni təəccübləndirmir. Ona görə ki, Azərbaycan torpağı elə bir oğul yitirməyib. O Qazaxda qoyulan heykəl də dədəyə yaraşmır. Heykəl Bakının mərkəzində lazımdır. Səməd Vurğunun heykəli ilə qarşısında, heykəli ilə qabaq-qabağa durmalıdır. Özdə Səməd Vurğunun heykəli kimi. Qoy ədalətin qədrini bilməyən Qazax xalqı o heykəllərə baxıb sevinsinlər, fəxr etsinlər, biz də onların sevincinə şərik olub. Axı onlar tək Qazaxın yox, Azərbaycan oğullarıdır. Bakıda Ədalət adına Sad Universiteti açılmalıdır. Onun Qazaxda doğulduğu ev indidən muzeyə çevrilməlidir. Anadan olduğu küçəyə Ədalətin adı verilməlidir. Oxuduğu məktəbə Ədalətin adı verilməlidir. Bakıda, Qazaxda, gələcəkdə Kəlbəcərdə Ədalətə yaxşı ev, bağ verilməlidir. Özünün də, ailəsinin də müalicəsi lap xaricə qədər dövlət hesabına olmalıdır. Heç olmasa bir 5000 manat da təqaüd verilməlidir. Orta məktəblərdə ədalətin həyat və yaradıcılığı öyrənilməlidir. Ədalətin evi 50 milyonluq dünya Azərbaycanlılarının evi olmalıdır. O ev ziyarətgaha çevrilməlidir. Dünyanın hər yerindən o ocağa gəlib, ədalətin o sehirli əllərindən öpən orada qurban kəsməlidir ki, saz Allahını gördü. Allah sənə rəhmət eləsin, ay Səməd Vurğun. Sən sağ olsaydın bunların hamısını edərdin. Bir dənə erməni tələbə institutdan çıxırmış, pis yaşadıqlarına görə, şairmiş. Səməd Vurğun öz maaşından ona təqaüd kəsdi. Əsası ki, Ədalət Nəsibovun adını əbədiləşdirmək lazımdır. Prezidentimizin hörməti də qalxar xalq arasında. Çünki elə bir Azərbaycanlı yoxdur ki, ədaləti sevmir. Və bununla belə bir qayğı indiki və gələcək nəsillər üçün böyük bir məktəb olar. Qoy hər bir Azərbaycanlı bilsin ki, Azərbaycanda heç kimin əziyyəti yerdə qalmır. Ədalət Nəsibovun xidməti Azərbaycan xalqı qarşısında
Səməd Vurğunun bir də böyüklüyü ondan ibarətdir ki, 2 dənə gələcəyin dədələrini, Şəmşiri də, Aşıq Ədaləti də o gördü və kəşf elədi. O talantı Aşıq Şəmşiri tapıb üzə çıxarmaq üçün Səməd Vurğun gedib Kəlbəcərə. Görünür Səməd Vurğun Ədalətə də, Şəmşirə də dedi, mənim sizə gümanım var, siz dədə olmalısınız. Onlar da Səməd Vurğunun etimadını doğrultdular, dədə oldu. Ədalət hətta nəinki Səməd Vurğunu, Ələsgəri, hətta Nizamini də keçdi. Xəlifə oldu, əfsanə oldu, möcüzə oldu. Bir ibadətgah olmalı. Hələ gecdi, təkrar edirəm. Bakıda da, Qazaxda da Ədalət Nəsibov evi açılmalıdır. 100 milyonlarla Türk dünyası Aşıq Ədalət Nəsibov əvəzinə, evinə ziyarətə getməlidir. Ədalət Nəsibovla görüşmək bircə dəfə mənə nəsib oldu. Aşıqla xəstəxanada görüşmüşəm. Biz də getmişdik Ədalət Dəli Dağlıya dəyməyə, dədə də. Dədəyə dedim, dədə, Gədəbəyli Dəmir Həsənoğluya, Dəli Dağlı Ədalətə, Həmdar Məhərrəmova, Rus deməli, malades düşür, amma sizə yox. Yazıb, onlu qaldı. Dedim, ona görə ki, siz başqaları kimi əzab əziyyət çəkib bu səviyyəyə gəlməlisiniz. Əgər 1 milyon il çalışsaydınız da siz bu qədər səs çala bilməzdiniz. Malades dedim, sizi doğan anaya düşür. Həm kədərləndi, pis oldu, həm də görürsünüz. Mənə elə gəldi ki, anası yadına düşdü. Orada Dəli Dağlı Ədalətin həyat yoldaşı nə desə yaxşıdır. Dedi, ay Ədalət, əmi dedi, dayı, dedi, yadımdan çıxır. O öz güllərindən biraz da bizim Ədalətdən nə olar ki? O qadının ağılına mən təəccüb edirəm. O məni şoka saldı. Belə bilirdim ki, mən imandan və mələkdən anam, başqa heç kim dərin başa düşmüşsünüz. Ona görə savadlı, ağıllı qadındır ki, sən demə Aşıq Şəmşirin göz-döşündən imiş. Kaş hər bir əlinə saz alan Azərbaycanlı Dəli Dağlı keçir. Amma mən hətta Kəlbəcərli jurnalistdən eşitmişəm ki, Dəli Dağlı Ədalət dədə Ədalətdən nədir? Mən əminəm ki, belə adamlara Dəli Dağlının yoldaşı cavab verir. Burada Bəhmənin dediyi A Dünya şeiri yadıma düşür. İkinci bənddə deyir ki, gözlərin dumanlı, çirkinli çənli, 100 yaşlı kişiyə qurursan nənni, bülbül dinləyici, qarğa müğənni, tif başından ağla dünya. Yəni mən demək istəyirəm ki, ədalət, ədalət. Kim istəyir ki, ədaləti başqa sazçalarla müqayisə etsin? Deməli, o adamın nəinki sazdan, musiqidən başı çıxsın. Zəlimxan Yaqub gözəl dilçi idi, bizim fəxrimiz idi. Zəlimxan Yaqub idi. Amma saza qalanda mənə elə gəlir ki, Zəlimxan Yaqub sazın dərin ümmanlarına baş ola bilir. Bilmədi ki, ədalət 50 milyonluq Azərbaycan xalqına qarşı. Bilsəydi, nəinki ədalət Bakıda kirayəyə mənzil tutmazdı. Təkrar edirəm, hətta Bakının mərkəzində Səməd Vurğunun da heykəlindən əzəmətli, möhtəşəm bir heykəl qoyulardı ədalət. Rəhmətli Heydər Əliyevin də, prezidentimizin də Zəlimxan Yaquba hörməti var idi. Keçəcək nəsillər, keçəcək illər, sənət sönməyən şan şöhrətimdir.
Bir zaman deyəcək körpə nəsillər, gördüyünüz qara səs ədalətindir. Aşıq Əkbər Kəlbəcərə toya gələndə qonşum şair Əli Qurbanov yazmışdı. Mən Əliyəm, ruhum uçub göylərə, vəsf eləsəm qələm sığmaz dəftərə. Ellər bilsin, oxuyandan Əkbərə, səs çalanda ədalətə heylənə. Bəzi jurnalistlər deyir ki, Ədalət Nəsibovu studiyaya çağıra bilmirik. Ola bilər. Görünür, Dədə Ədalət özünə qapanır. Görünür, o həyatından narazıdır. Axı, onu kim urvata qoyur? Ola bilsin ki, Ədalət bu ədalətsiz həyatda baş çıxara bilmədi. Ədalət anadan olanda atası, anası uşaqlarına ədalət adı verdilər ki, ədalət bu ədalətli həyatda ədalətli olsun. Ədalət özü ədalətli oldu, özü də xalq üçün ağladı. Gecə gündüz Fərhad kimi külünk çaldı. Axırı da ananın sözü olmasın, arxası şələli qaldı. Əməyi dovşan əməyi oldu. Amma atalar deyib ki, el üçün ağlayan göz kör olar. O ədalətə aiddir. O kör oldu, o mayıf oldu. Sovetlər ölkəsində ədalət baş çıxara bildi bu dünyadan. Sovet dövləti dağılandan sonra namuslu, qeyrətli, savadlı, ağıllı, kəmallı adamlar kimi ədalət də piskinə düşdü. Biri əzdi, biri əzildi. Biri milyonçu oldu, biri acından öldü. Ədalət o tərəfdən gələndə xalqın qanını içən məmurlar ədəbərkanla ədaləti daha qarşılamadılar. Tənoğlu Bəhmən ədalət kimilərinə aid belə bir şeir yazdı. Bir zaman dostluqda sədaqət vardı. Biz də dolanırdıq mağala dünya. İndi milçəklərin filə dönübdür, səni taliman ol dağıla dünya. Gözlərin dumanlı, çiskinli, çənli, yüz yaşlı kişiyə qurur sənnənli, bülbül dinləyici, qarığa müğənni, itifdir başından ağıla dünya. Dırnağı ilişən zəli olubdur, ağıllı çevrilib dəli olubdur. Hər qədəyə baş əyməni olubdur, vətənə olubdur oğla dünya. Mənim 3 adama yazığım gəlir. Anama, ədalətə, bir də özümə. Mənim ədalətə və özümə ona görə yazığım gəlir ki, ürəyimizdən keçəni barmaqlar vurmur. Deyirəm, nə yaxşı ədalətin balar çatmalı. Ədalətin indisinə baxıram, keçmişinə baxıram. İnanın, ağlayıram. Ona görə ağlayıram ki, əvvəllər o sazı yeyirdi, amma indi yox. Amma mənə elə gəlir ki, ədalət xəstədir. Ədalət nə iş görüb ki, onu axtarıb tapmır. Ədalətin tayları xarici dövlətlərdə şah kimi dolanır, bəs o. Ədalət Azərbaycan xalqının ən bədbəxt bir insanıdır. Ona xoşbəxt demək olmaz. Hicayət deyib, neyləyim, gülmədi özüm dünyada. Bir gün qurumadı gözüm dünyada. Hicayət, müxtəsər bizim dünyada. Bədbəxt olmayandan sənətkar olmaz. Deməli, ədalət ən böyük bədbəxt idi ki, ən böyük də sənətkar oldu. Bəli, ədalət bədbəxt bir insandır. Ona görə də mənim ona yazığım gəlir. Onun ürəyindən keçənləri barmaqları vurmur. O qızıl barmaqlar yox, brilyant barmaqlar da ona bəziləri kimi düşmən kəsilir. Mən bu son vaxtlar gecələr çox qulaq asıram ədalətə. Cavan vaxtlarına da qulaq asıram, yaşlı vaxtlarına da. Axı əvvəllər milyonluq çalındı, düzdür. İndi beşlik çalındı. Amma əvvəlki sazıdır.
Burada deyək ki, 77 yaş çox deyil. 87 olsa bu başqa məsələ. Bu artıq qocalıq var. Bu qocalıq məsələsi yox, xəstəlik əlaməti deyil. Belə şeylərlə Axı Mədəniyyət Nazirliyi, Aşıqlar Birliyi məşğul olmalıdır. Dövlət məşğul olmalıdır. Bu yaxınlarda 20-ci əsrin əfsanələrindən biri Məhəmməd Əli rəhmətə gedib. O neçə illərin xəstəsi idi. Onu da deyim ki, sən demə, Məhəmməd Əlinin anadan olduğu küçəyə çoxdan Məhəmməd Əlinin adını vermişmişlər. Deyirəm, bəlkə başqa bir xəstəlik də dədə ədaləti tutub. Axı, Allah eləməsin, 77 yaşında Aşıq Şəmşir də, Əmrah da, Şeyin Saraçlı da yaxşı çalıb edirlər. Niyə bu barədə heç kim fikirləşir? Əgər o xəstələnibsə, deməli ona Almaniyaya, Amerikaya qədər həkimə aparmaq lazım. Mən əminəm ki, heç Bakının özündə də ədaləti pulsuz bir-aqraq operasiya eləməzlər. Sələr deyir, türmənimdir, kərəmətimdəndir. Qazaxlılar hara baxırlar? Qazaxlılar hara baxırlar? Mənim özümün Qazaxlılara çox böyük hörmətim var. Ona görə ki, ədaləti Səməd Vurğunu Qazax yetişdirir. Molla Pənah Vaqif Vidadi. Qazaxlılar yoxsa üzr istəyirəm, o boyda Qazağı nəyə çevirmək istəyirlər? Qazaxlılar niyə ədaləti bıraxdılar ki, o da getdi Bakıya? Kəlbəcər kimi Qazağı da ermənilər almışdı. Eyflər olsun ki, yerə bir Allaha Qazax xalq qiymət verə bilməm. Ürəyimə damır. Yaxın vaxtlarda Kəlbəcər bizim olacaq. Ədalətlə gedəcək Kəlbəcərə, iki yanaşı ev tikəcək. Birində dədə ədalət yaşayacaq, birində demək. Kəlbəcərdə Aşıq Ədalət Fondunun nəzdində Aşıq Ədalət adına Kəlbəcər Saz məktəbi açacaqlar. Ola da bilər, saz olmasın. Dədə ilə yaxşı şəhidlər yetişdirəcək və dədədən xahiş edəcəm ki, Qazaxlıların acığına özü öz əli ilə estafeti versin Kəlbəcərlilərə. Bu irsi olaraq belə də olmalıdır. Acığına deyəndə dədə ilə elə saz çalanlar hazırlayacaq ki, dədəyə yaraşsın. Səməd Vurğun da estafeti Bəhmənə və Şücaətə əli qurban atılır. Qazaxlar gərək ədaləti əllərin içində saxlayaydı. El aləm Qazağı Səməd Vurğuna və əsas da ədalətə görə tanınır. Bəhmən Vətənoğlu nə vaxtsa köçdü Gəncəyə, xalq bəhmənsiz yaşaya bilmədi. Bəhmənə şeirlə yazdılar ki, bəs sən adını Vətənoğlu qoymuşsan, sən necə Vətənoğlusansa, vətəni satdın getdin. Namus, qeyrət, Bəhmənə bəsdir. Namus, qeyrət, Bəhmən Vətənoğlunu indi o viran qalmış Kəlbəcərə qaytardı. Eşq olsun vətənimin namuslu qeyrətli evlatlarına. Amma Qazax ədaləti itirdi. Ədalətin Qazaxdakı evi gərək 100 milyonlarla olan Türk dünyası üçün ziyarətgah olar. Şeyx xanımın ədaləti əsrin nəhəngi adlandırması elə belədir. Kəlbəcər xalqının böyüklüyü ondan ibarətdir ki, Kəlbəcərlilər qədərləndir. Kəlbəcər Bəhmən kimi, Şücaət kimi peyğəmbərləri Allah elədi. Amma Qazaxlılar ədalət kimi Allahı ədalətə kömək edən Sultan xanım kimi qadınlarımıza eşq olsun. Ona görə deyirlər ki, aslanın erkəyi dişisi olmaz. Mən təxminən 3 aydan sonra dədə ilə görüşmək istəyirəm. Allah qoysa onu yaşadığım Kirov şəhərinə tək qonaq yox,
müalicəyə çatacaq. Cavanlıqda qəzaya düşən adam cavan vaxtlarında ola bilər problemsiz yaşar. Yaşa dolanda bədəndə qan pis işləyir. Mənim bir Tatar dostum var, Gülbər var. Ədalət kimi cavanlıqda aktivlik edəcəksin. O da aktivlik. Yaşa dolanda kəskin ağrılar illərlə zulüm verir. O pis ağrılara dözə bilir. Bir gün zəng gelib deyir ki, oğul, ağrıyıram, gəl. 20 dəqiqədən sonra oğul gəlir ki, böyle bir adam değil. Nağlar Kərəmin kimi bir adam. Tataristanın keçmiş prezidenti Şeymiyevin də üstündür. Öləndə bütün Tataristan gəlmişdir. İndi ədalətin özünə qapanıb evdə oturmasının səbəbi nədir? Niyə heç kim maraqlanmır? Onun sinir sistemləri görünür çox qaydasındadır. Qaydasında olmasa bəlkə də ira-ira dədə də yaşamaq istəmez. İra-ira. Təkrar edirəm, namusla, qeyrətlə. Ömür boyu 50 milyonluq xalqına Fərhad kimi gülünç çal. Axırda da əməyin dovşan əmək olsun. Qədrin bilinməyə. Ədalətin tayları milyonçudular. Bir onunla məşğul olan adam varmı? Ədalətin hökumət qarşısında nə hörməti var? Nə izzəti var? Mən üzr istəyirəm. Var hörməti, amma nə qədər? Ədalətin Allah şükür qədər hörməti yox. Soruşan varmı ki, ay dədə, niyə jurnalistlər səninlə dil tapa bilmir? Niyə görüşə bilmirsən onlarla? Dərdin nədir? Dərdin leyli dərdidirsə, de. Əsli dərdidirsə, onu da de. Onun dərdini mən artıq bilirəm. Mən bir xalqın kalifeyi olan, maşın demirəm, kayuta demirəm, mənzil olmayan, üzr istəyirəm. O dövlətə mən tükürüb başqa bir yerə gedərəm. Ədalət Germaniyanın, İsrailin, Amerikanın hansı klinikalarında müalicə olur? Bəlkə o ağır xəstədir, müalicəyə ehtiyacı var. Bəlkə elə pis günə düşüb ki, psixoloqa ehtiyacı var. Amma ona heç kimin yazığı gəlmir. Bəhmənin insana da yazığı gəlir. Əhl-hal canana da yazığı gəlir. O cansız çalğı alətinə də yazığı gəlir. Şirə, pələngə də yazığı gəlir. Deyir, dünya kimiyə kef, kimiyə dəhşət. Bunları qanana yazığım gəlir. Duyub düşündükcə ömrün sonunu, insanam, insana yazığım gəlir. Ömür yollarında ağarıb bir çək, ay ellər, atalar alimdir gerçək. Cüt olsa sərçə də qalib gələcək. Tək qalan anasına yazığım gəlir. İgid ər adlanar qeyrət olanda, üzdə həyə olar ismət olanda, dil bilməz nadana qismət olanda əhl-hal canana yazığım gəlir. Firqətin sirrini duya bilmirəm, hər şeyi aşkar deyə bilmirəm. Niyə sızıldayır, niyə bilmirəm, naləli kemana yazığım gəlir. Bəhmənin özünün də özünə yazığı gəlir. Axırıncı bəndin 2 sətr yadımdan çıxıb, deyir ki, aman Allah, Bəhmən kimi dərdim var, şeir yazana yazığım gəlir. İnanın, bütün aşıqlar, əsas da şairlər xəstədirlər. Hamısı dərddən, qəmdən yazırlar. Səhv etmərəmsə Səməd Vurğun deyir, şair olan qəm də yeyir. Mən üzr istəyirəm, təkrar edirəm. Fücayət deyir, bədbəxt olmayandan sənətkar olmaz. Deməli şairsənsə, səz çalırsansa, deməli xəstəsən, deməli bədbəxtsən. O Bəhmənin kemana da yazığı gəlir, amma ədalətə heç kimin yazığı gəlmir. Ölkəmiz canavarlar ölkəsidir. Deyəsən İlham Əliyev yavaş-yavaş Pəryadqa yaradır. Amma çox gec gedir iş. Asan xidmət adamı
təəccübləndirməyə bilmir. Halal olsun onun rəhbərinə. Amma onu deyin ki, atalar deyib ki, bir çiçəklə yaz olmaz. Sənət adamları hamısı xəstədir. Onlar dərd, qəm ucundan baş alıb bu dünyadan gedirlər. Elə burada Şücaət deyir ki, kimi qəm tanımır, deyir 100 il yaşayın. Kimi dərdlərindən köçüb gedir dünyadan. Bəhmən də xəstə idi. Bəhmən sözünə deyir ağlamağını. Aman Allah, bəhmən kimi dərdim var, bu şeir yazana yazığım var. Tüm onlar yazıqdırlar, bədbəxtdirlər. Dədə də həmçinin. Amma millətin qaymağıdır. Onların qaydına qalmaq lazımdır. Birinci növbədə dövlət, sonra ailə, dostlar, adamın qaydasına qalmalıdır. Ədalət kimi sənətkar da, mən deyərdim ki, prezidentimizin də diqqətin yayılmamalıdır. Ona görə ki, o, Azərbaycan xalqının birinci oğludur. Mən də, Şücaət də, Səməd Vurğun da, Zəlimxan Yaqub da, hamısı vaxtsız köçdülər dünyada. Səməd Vurğun hamıdan az 50 il yaşadı. Ədalət də saz çalanda mən hiss edirəm ki, o ağlayır. Elə belə yox edir, qan ağlayır. Əsli də, Kərəm də, necə yanırsa ədalət onu hiss edir və o faciəni sazın simlərində göstərir, o sazın sinəsinə basıb, özü də ağlayır, məni də. Şücaət şeirlərinin birində deyir ki, o qədər ayrılıq həsrət görüb ki, kövrək öyrənib dili könlümün, dindirmə, ağlayar, ağladar səni, dərdi çoxalıb dili könlümün. İndi ədalət özü də ağlayır, məni də ağladır. Mənim ona yazığım gəlir. Mən də ona qoşulub ağlayıram. Azərbaycan xalqını musiqi yaşar. Birinci növbədə də saz söz. Yaxşı olar ki, məmur olasan. Nəinki sənətkar, arsiz olasan. Məmurların çoxu Azərbaycan xalqına qara keşiş kimi bilir verir. Qara keşiş erməni olub. Deməli, məmurlarımız var ki, ermənidən də pisdir. O zülüm çəkənlərin biri də ədalət nəsidir. Məmurlar xəstə deyil, onların qabırğaları, dəriləri qalındır. Xalqın qanını sorub, kel çıxdırır. Yaxşı ki, məmurların içində yaxşısı da var. Cavid Qurbanovla tanışlığım yoxdur, amma xahiş edəcəyim ki, ədalətin qaydına qalın. Ədalət Cavidin babası Axır Şəmşir sazının çaldığı sazı çalır. Həndəsə qanununa görə Səməd Vurğunla Axır Şəmşirlə də, ədalətlə də dost olublarsa, deməli Şəmşirlə ədalət də dost olmalıdır. Deməli Cavid də ədalət də dost olmalıdır. Ədalət nəsib o xidməti. Bir tək ədalət 50 milyon Azərbaycanlı üçün saz məktəbi açır. Onlara musiqi dərsini, musiqi tərbiyəsini. Şəxsən ədalət Nəsibov mənim necə bir insan kimi, şəxsiyyət kimi formalaşmağında böyük təsir oldu. Ədalət yəqin taleyindən narazıdır. Bir elin, bir xalqın birinci oğlu olasan, mənzil tutasan. Sovetlər ölkəsində ədaləti xalq əllərinin içində saxlayırdılar. Ədalət kimi talantlı adamlara Rusiyada ulduz deyirlər. Bilmirəm, Azərbaycanda da ədalət kimi sənətkarlara ulduz deyirlər, yoxsa yox. Azərbaycanda ulduz çox olub, amma ulduzların içində biri çox parlaq. Ədalət Nəsibov o parlaq. Ədalət uşaq vaxtlarından mənim ximirimdir. Onu
onunla dost olmaq, onunla gediş-gəliş eləmək o vaxtı mümkün olan şey deyil. O əl çatmaz bir şey. Deyirəm, atam-anam verdiyi pulları kaş verəydim o vaxtı yola izə, institut qurtarmaq əvəzinə gedib Qazaxda yaşayaydım. Evində, qapı bacasında ədalətə nökər olaydı. Tək çaldığı satsanalarına qulaq asaydı. Hiç olmasa dədənin çaldığının bir 20-30%'ni öyrənək. Azərbaycanda ikinci saz çalan yəqin ki olardı. Elə institutda qəbul olan vaxtlarda saz aldım və bir az da çalırdım. Bizim bir qohum var idi, sazçanı əlini ona bakıyordu. Deyirdi, sən uşaq olanda toplaşıb başına gəncz verir. Sənə zümzümə ilə saz alanlara çaldırır. Benim yadımda değil. Görünür hiç 5 yaşım da yok. Deyirdi, hiç aşıqlar da yanıb kələmə səni kimi sara bilmir. Bəlkə də mən də anadan talaq olmuşam. Amma kasıb həyatımız imkan vermədi ki, adam olun, qazanır. Bu vaxtda yəqin ki, ədalət əlçatmaz bir şeydir. İndi yaşlaşıb, cəmaat milyoner olublar, indi ədalət heç kimə lazım deyil, eləmi? Azərbaycan xalqı qocasını, xəstəsini atırmı? Biz də onu atırıq. Nazirlərin biri bir kvartira versin, biri bir bağ versin, biri maşın versin. Nazirlər nə verib Azərbaycan xalqına? Xalqın belədən yerə sürüyüblər, belədən azərlər. İlham Əliyev deyir, namusunuz olsun, qeyrətiniz olsun, şərait yaradan qoyun xalq yaşasın. Sudur, o da bilir. Onlar da nəinki şərait yaratmırlar, əksinə maneçilik göstərir. Onlara Heydər Əliyev qənim olsun. Əlbəttə, bütün nazirlər elə deyil. Cavid Qurbanov, Zakir Həsənov kimi namuslu, qeyrətli məmurlarımız az deyil. Cavid minlərlə insanları ölümün pəlləsindən alır. Ona görə Cavid belədir ki, Cavid şair nəvəsidir, aşıq nəvəsidir, aşıq Şəmşirin. Jurnalistlərin ədalətlə dil tapmaması bizim dərdimizdir, bizim fəryadımızdır, bizim faciəmizdir. 2014-cü ildə Ədalətin vətənində Aşıq festivalı keçib. Niyə Yevlaxda yox, Bərdədə yox, Qazaxda keçib? Mən belə başa düşürəm ki, ona görə ki, saz Allahını Qazax mahalı getirir. Festivalı Qazaxın başçısı açıb. İcra başçısı Qazaxın 5 nəfər aşığının adını çəkir, ən axırda da Ədalətin adını çəkir. O məruzəni hansı savadsız hazırlayıb başçı üçün? Bəs başçı niyə əvvəlcədən onu oxuyur? Sadəcə olaraq Qazaxı xalq səmətfuruna görə, ədalətə görə tanıyır. Əsas. Əlbəttə, Qazax Molla Pənah Vaqif kimi, Vidadi kimi şairlər yetişdirir. Qazax ədaləti də verir. Mən yanıb yaxılıram. Bəs ədalət neyin əməlidir? Düzdür, Profesor Qəzənfər müəllim festivalda ədalətin adını birinci çəkdi və ədalət haqqında xüsusi çıxış edir. Niyə ədalət Nəsibov o festivalda olmadı? Lazımdır o vicdanlı çöllərə atanlardan soruşmaq. Gərək orada ədalətin səhnə boyda portreti olaydı və əgər xəstə idisə də xüsusilə adını çəkəndən sonra deyəydilər ki, ədalət xəstədir. Bir yaxşı atalar misalı var. Çox-çox üzr istəyirəm deyir, qulaq nə bilir zəfərən nədir? Belələri haqqında Vətənoğlu Bəhmən yazır ki, çoxları anadan doğuldu nadan, cavan oldu nadan, qocaldı nadan,
Cənnət xəyalı ilə getdi dünyadan, yazığın boynunda minnəti qaldı. Belə başa düşürəm ki, o festivala başqa dövlətlərdən gələnlərin bəlkə də çoxu gəldi ədalət nəsil etdi. Görünür sazın nə olduğunu çoxları bilmədi. Saz olan yerdə namus var, qeyrət var, tərbiyə var, ailə var, ata-ana var. Saz insanı halallaşdırır, durulaşdırır, saflaşdırır və bununla da insan edir. Mən İlham Əliyevdən xahiş edərdim ki, xalqın qanını soran məmurlara saz dərsi keçirilsin. Əli müəllim deyir, kim xalqın oduna qalandı getdi, ellərin qəlbində hörməti qaldı. Kim elin varı ilə dolandı getdi, boynunda dünyanın zilləti qaldı. Çoxları anadan doğuldu nadan, cavan oldu nadan, qocaldı nadan, cənnət xəyalı ilə getdi dünyadan, yazığın boynunda minnəti qaldı. Kimi də anadan oldu nər kimi, yaşadı nər kimi, öldü nər kimi, getdi vurğun kimi, ələskər kimi, şirli sözü qaldı, söhbəti qaldı. Ay Əli, ürəyin bağlansın ilə, qoy arzun, diləyin, dönsün ağ yelə, dünyadan gedəndə ildəsin belə, bir sənətkar getdi, sənəti qaldı. Şeirlər mənim qonşum və kəndcim Əli müəllimin. Adı səni heç yox. Əli müəllim Bəhmən kimi bir şair idi. Görünür Əli müəllimin yəsi yoxdur. Hansı ki Əli müəllimin 4 oğlu var. Əzər, Nazim, Qurban, Fazil, Yoldaşı Niyar xala və Aşıq Ələsgərin doğmaca nəvəsidir. Ələsgərin oğlu Axverdinin qızı. Əli müəllim Nigar xala ilə uşaqlarını elə tərbiyə etmişdilər ki, onların hamısı qız kimi utancaq idilər. Amma onu deyim ki, belə şeylə dövlət məsul olmalıdır. Məni o öldürür ki, birinə efirdə söz verəndə üzr istəyirəm. O yaltaq millət televiziya kanalının rəhbərliyinin az qana kayağından ötər. Daha bilmirlər ki, o onların borcudur. O rəhbərin də yağ kimi bədəninə yayılır. Skromluluğu yoxdur ki, əvvəlcədən bildirə ki, belə şeylər olmasın. Məni tərifləməyin. Televiziya kanallarının rəhbərlərinin ağlı olsa, xalq Əli müəllimi də tanıyar. İkinci saz çalanımız Gədəbəyli Dəmir Həsənoğlunu da tanıyar. 1980-ci ildə Kəlbəcərdə 264 şair var idi. Kəlbəcər şairlər məskəni idi. Kəlbəcərdə 1000 nəsil var idi. Elə bir 10 şair mənim nəslimdə var idi. Onlardan da biri İdris müəllim idi. Onun adını çəkən varmı? Uşaqlar Məmmədin oğlu Sərdarla mənə aid Əli müəllim bir noxud əhvalat yazır. Onu nəinki aşıqlar, hətta bütün Azərbaycan bilməlidir. Amma bilmirlər. Hansı ki, o əhvalat Əli müəllimin oğlu Fazildən. Eksperiment üçün yaxşı olardı ki, prezident yüksək vəzifələrə şairləri, aşıqları, yazıçıları, o birisi musiqiçiləri, aktyorları, ümumiyyətlə incəsənət adamlarını, müəllimləri qoysun. Belə adamlar dünya dağına qoymazlar ki, operasiyaya ehtiyacı olan pulu olmayan adamlar ölüb gedələr. Amma bizim məmurlar pulun miqdarını tonla sayırlar. İbrahimin tamam sözü olmasın, Allah'ını sizə qənim olmasın, yazıqsınız. Şəhədara Nəsibov fondunun nəzdində Qızıl fond yaranır və oraya Ədalət Nəsibovun özü, Dəmir Həsənoğlu, Aşıq Şəmşir, Əmrah, Komandar Hüseyin Saraflı, Əkbər, İmran, Xanlar, Qəmkeş, Ədalət Dəli Dağlı və başqaları daxil olacaqlar. Heyf ki, Dədə Ələsgərin nə çalması və nə də oxuması bizə qədər gəlib çıxmadı. Onda bəzi aşıqların da gözəl çalıb oxuduqları mahnılar daxil olacaq.
Mən istərdim ki, bu barədə bir neçə nəfərlə məsləhət alam, birinci növbədə də dədənin özü ilə. Nəinki biz Azərbaycan xalqı, bir neçə 100 milyonluq Türk dünyası bilməlidir, ədalət kimdir. Onun düzgün fəaliyyəti üçün 1-2 aydan sonra mən bir aylıq gedib Azərbaycanda dədənin özü ilə, mənim kimi dədəni sevən və kömək edən Sultan xanımlar başqalarıyla görüşüb məsləhət alacağım. Aydın məsələdir ki, bir 10-a qədər fonda işçilər götürüləcək. Tək əldən səs çıxmaz. Birinci növbədə də könüllülər. Ticarət deyir, talanıb qalan ömrümün üstünə yazın aramı. Elə bir talanmış ömür də mənimdir. Amma nə qədər ömrüm qalıbsa, qaza sözə həsr etmək, alınsa ədalət sağlayır. Fondun birinci məqsədi fond dədə ədalətin irsini öyrənəcək. Qoy xalqımız bilsin ki, ədalət xalqımızın birinci oğludur. Qoy bilək ki, ədalət Nəsibov Nizamidən də yüksəkdir, Ələsgərdən də. Fondun ikinci məqsədi aşıq sənətini inkişaf etdirmək, kanalları üzə çıxarmaq. Fondun qızıl fondu olacaqdır. Ola bilər, brilyant fondu da ola bilər. Bu barədə də məsləhət alacağım. Bu fondlara həm yaxşı saz çalıb oxuyanlar və həm də sazda çalıb oxuyanların ən yaxşı mahnıları daxil olacaq. O barədə dədə ədalətin özü ilə məsləhət alacaq. Heyf ki, şagirdlərin içində ən çox məni sevən şair Məmməd Aslan aramızda yoxdur. Yoxsa Aşıq Ədalət Nəsibov fondunun fəal işləməsi üçün bizə məsləhətlər verir. Artıq onlar rəhmətliyə gediblər. Məmməd Aslan da mənim kimi ədalətin fanatı idi və həm də o savadlı idi axı. Nəinki mən. Elə bilirəm ki, Məmməd Aslan kimi yerlərimiz çox. Aşıq Ədalət fondu çox işlər görəcəkdir. Mən də indiyə qədər sanki yatmışdım. Elə bir dev kimi qəflət yuxusuna gitmişdim. Gərək Şücaətin, Bəhmənin, Məmməd Aslanın vaxtında fondu açıb ədaləti tək mənim yox, hamının kumiri edəydi. Aşıq sənətinin tüksələşməsində çox işlər görüləcək. Ola bilsin ki, əvvəlki xalq yaradıcılığı bulağı verilişini bərpa edəcəyik. Axı bizim ölkə söz diyarıdır. Səməndər Rızayev kimi, Məxluqə Sadıqova kimi aktyorlar tapacaq. Amma Dəmir Həsənoğlu kimi saz çalan tapmaq çox çətin olacaq. Allah ona rəhmət eləsin. Deyir ki, kamanın öz yeri, tarın öz yeri. Məxluqə Sadıqova ilə Səməndər Rızayevin öz yeri. Şücaətin də öz yeri. Şeirləri tonu ilə deməkdə Şücaət çox xoşuma gəlir. Biri var idmançı olasan, bax o 2 dənə aktyorlar idi. Bir də var pəhlivan olasan, bax o da Şücaət idi. Yəni Şücaət anadan gəlmə aktyor idi. Şeiri oxuyanda onun səsində olan yanıq heç kimdə yox. Amma mənə elə gəlir ki, Şücaət kimi yanıqlı səslə yox, amma bir 2-3 ay məşğul olsam, Şücaətin dediyi tonla şeiri deyə bilərəm. Amma yanıq məsələsində yox. Bir Dəmir Həsənoğlunu əvəz edən tapılmayacaq. Onun çaldığı havalar güya ki, heç yanında yoxdur. Bu məsələ üzrə Gədəbəyə getmək lazımdır. Dəmirin adı heç yerdə yoxdur. Dəmirin adına batıran xalqımdan üzr istəyirəm, ağlım su içmir. Hələ ondan qorxuram ki, bizdən sonraki nəsillər ədaləti də tanımayan. Baxmayaraq ki, ədalətin özünün gümanı var. Ədalət deyir. Köçəcək nəsillər, keçəcək illər, sənə sönməyən şan şöhrətimdir. Bir zaman deyəcək körpə nəsillər, gördüyünüz bərəsən ədalətimdir. Bu sətirləri yaza-yaza fikirləşirəm. İlham Əliyev bilsə ki, Ədalət Nəsibov kimdir? Onu Müslüm məqama etməndə çox sevir. Musiqi elmi bir zirvədir.
Qurban Primovlar da, Cabbarlar da, Müslümlər də, Habillər də o zirvəyə çıxdılar. Amma o zirvənin uclarını fəth edən bir ədalət nəsib olundu. Ədaləti gərək bütün Türk dünyasının Məmədiyənindən Pəpədiyənə qədər tanıyalar. Ədalət gərək varlı yaşaya. Amma heyf. Bilirəm, prezident təqaüdü alır. O boyda olan adam üçün dəryadan bir damladır. Burada mən Mədəniyyət Nazirliyini və Aşıqlar Birliyini günahlandırıram. Zəlimxan Yaqub bizim fəxrimizdir. O da bir talantı idi. Allah ona rəhmət eləsin. Amma Zəlimxan Yaqub söz ustası idi. Popularşünas idi. Heç kim ona çatıra bilməzdi dildə, sözdə. Kəlbəcərdə Aşıq Şəmsinin yubileyində iştirak edən İstihsarat İdarəsində işləyən aqronom rəhbər mənə dedi ki, Zəlimxan Əli Qurbanov'u korladı. Elə belə dedi. Qonşum şair Əli müəllim natiqdir, şair idi. Amma şeir yazmaqda necə ki, Kəlbəcər şairləri Zəlimxandan güclü idi. Eləcə də görünür Zəlimxan Yaqub sazın dərin ünvanlarına baş vura bilmədi. Yəni ədalətin nə dərəcədə dahi olmasını Zəlimxan Yaqub da başa düşməyib getdi. Təvazökarlıq olsa da mən üzr istəyirəm. Ona görə mən sazı başa düşürəm ki, yazıb pozmağı Ələsgər kimi bilməyən anamda olan talant mənə keçdi. Şeir yazmağını demirəm, o məndə yox. Məhərrəm Qasımlıya, İlxan Məmmədliyə, Mədəniyyət Nazirliyinə üst tuturam. Azərbaycanın birinci oğlu Ədalət Nəsibova Bakının mərkəzində möhtəşəm bir heykəlin qoyulmasına kömək eləsinlər. Yaxşı da olar ki, o heykəlin bir tərəfində Ədalətin atasının, bir tərəfində də anasının heykəli olsun. Nizamini Ələsgər əvəz elədi. Ələsgəri Səməd Vurğun əvəz elədi. Səməd Vurğunu Bəhmən Fücayət əvəz elədi. Uzaq başı 21-ci əsrin ortalarına qədər onları da əvəz edən olacaqlar. Amma ədaləti əvəz edən olmayacaq. Bu dünyada yarı görməyən dilqəm əlaşsız qalıb, yarına o dünyada qovuşmaq istəyir. Dilqəm bu barədə bir şeir yazır. O qızıl gülləri dərməyən dilqəm, dərif pünhan yerə sərməyən dilqəm, bu dünyada yarı görməyən dilqəm, yarə, o dünyada görmək olarmı? Bəhmən Vətənoğlu ona bir cavab yazır. O qızıl gülləri dərməyə dilqəm, dərif pünhan yerə sərməyə dilqəm, o dünyada yarı görməyə dilqəm, güman eylər ədalətin sazında. Ədalət sazında olan sehirliyə baxmaq. İndi mən 100% deyə bilərəm ki, bu dünyada ikinci bir ədalət olmayacaq. Ədalət sazı o qədər güclüdür ki, Bəhmən deyir ədalət sazında yara da boğuşmaq olar. Bəhmən kimi də güman eyləyirsinizsə eyləyin. Onu da bilmək lazımdır ki, bu dünya fani dünya. Ona etibar eləmək olmaz. Və o dünya yox. Çalışsam ədalət edəcəm. Edəcəm deyəndə o özünü edir. Amma onun yəsi yox. Kəlbəcərli şair Ələddinin bir şeiri var. Ancaq bilmirəm o şeiri. Onun sözü ilə desək, ədalətin yəsi olsa, Amerikada tanıyarıq onu. Bəhmən şeirlərinin birində yazır ki, Bəhmənəm, mən ona könüllü nökər. İndi mən Ədalət Nəsibova könüllü bir nökər olacağım. Neçə ki məndə can var. Ancaq şücaətin sözü olmasın, bir ondan qorxuram ki, yorulam yollarda. Dədə razı olsa, ikimiz də qayıdan o cavanlıq illərimizə. Ədalətin heç kimə, heç kəsə, Koroğluya da bac verməyən illərinə qayıdan. Qoy o Koroğlu olsun, qoy o Leyli Məcnun olsun, qoy o Əsli və Kərəm olsun, mən də ədalətin lələsi olum.
ədalət Nəsibovu əbədiləşdirmək lazımdır. Ədalətin ad gününü Aşıqlar günü elan etmək lazımdır. Mən əminəm ki, Məhərrəm Qasımov bunların hamısını edəcək. Bəlkə də ədaləti də, dəmiri də anaları elə yox, Allah belə eləyir. Çünki bu iki sənətkarları Allah Azərbaycan xalqına birində verir. Adam inanmaq istəmir, amma fakt var, fakt. Hər ikisi 1939-cu ildə anadan olublar. Deyirəm, yəqin Azərbaycan xalqı 1939-cu ildə Allah qarşısında nə elədisə, Allahın xoşuna gəlir. Çiçək xanım Ədalət Nəsibovu, Dəli-Dağına ədaləti, ədalətin dostunu, bir də Şair Sultan xanımı çağırıb verilişinə. Çiçək xanım deyir, dədə, çaldıqlarını götürən oldu mu? Dədə deyir ki, Nizaminin oğlu bir neçə gün itir. Eve gələndə deyir, ay oğul, haradasan? Axı biz narahatıq. Deyir, ata, özümə iş tapmışım. Soruşur, oğul, nə iş? Deyir, şeir yazacağım. Nizami deyir, şeirdən əhliyyət umma dünyada, böyük Nizami ilə qurtardı. Nizami dedi, ömrünü havaydan sərf eləmə, oğul. Ədalətin Çiçək xanıma cavabı oldu ki, ədalətlə gəldi getdi bu saz. Ədalətlə gəldi getdi bu saz. Ədalətdən yenə soruşur Çiçək xanım. Tökdüklərinizdən heç götürünmü bala ədalət? Azcaca gözümü ona tikmişəm. Azcaca. Mənə elə gəlir ki, ona görə ədalət heç kimi öyrətmədi ki, özü başa düşdü ki, o şəhidlər 1 milyon ildə çalsalar, ustaqlarının %1'ini çala bilməzdir. Ona görə də Çiçək xanım ədalətə sual verəndə ki, usta səndən görüb götürən oldu mu? Ədalət cavab verir ki, azcaca dəli dağılır. Azcaca dəli dağılır. Orada deyir ki, kərəm nəzir yanıbsa, mən kərəmi simdə yandırıram. Bunu eşidəndə elə bax, bu dəqiqə fikrimə bir şey gəldi. Ədaləti dövlət çərçivəsində ayağa qaldırmaq lazım. İqamətgah, ədalət ev açılsın. Bax, indi bir dənə nəsə tikilsin və orada cəmaat oraya səcdə eləməyə gəlsin. Oranı ziyarət eləməyə gəlsin. Əlinə saz alanlar üçün ədalət evi qibləgah olmalıdır. 1989-cu ildə partiya məni sex rəisi vəzifəsində işlədiyim zavoddan rayon partiya işinə göndərdi. Rayona. Bir ildən sonra göndərdilər Ali Partiya məktəbə. Ki, qurtarandan sonra məni göndərsinlər anadan olduğum, boya başa çatdığım Kəlbəcər rayonuna birinci. Bəxtim gətirmədi. 1991-ci ildə partiya dağıldı. Bizim Kəlbəcərə gələn katiblər o vaxtı 9 ay gəlirlər. Qalanlar Kəlbəcəri yeyib dağılıb gedirdilər. Mən istədim ki, Kəlbəcərdə Leninin arzularını yerinə yetirim. Həhləkəntli, yazıq-yüzük hökuməti yaradım. Xalq görsün ki, xalq raykomun xidmətçisi yox, əksinə katib başda olmaqla raykom xalqa xidmətçisi olmalıdır. Ancaq alınmadı. Dövlət dağıldı. Partiyada həmçinin. İndi ürəyimə damıb. Tezliklə Kəlbəcər veriləcək. Birinci Kəlbəcərə mən gedəcəm. Əgər getsəm, xahiş edəcəm ki, dədə də mənimlə getsin Kəlbəcərə. Qazaq xalqı ədalətə qiymət verə bilmədilər. Və orada Aşıq Ədalət Nəsibov fondunun nəzdində saz məktəbi açılacaq. Bəlkə də saz universiteti. Elə saz çalanlar hazırlayacaq ki, necə ki Səməd Vurğun estafeti verdi Bəhmən Vətənoğluna Sücayətə, eləcə də dədə
öz əli ilə estafeti verəcək Kəlbəcərlilərə. Ədalət Kəlbəcərdə Koroğlu olacaq, mən də onun dəlilərindən biriyim. Axı, mən elə ədalət dəli-dağlı kimi dəliyəm. Ancaq biz vurub tutan dəlilərdən yox, söz dəlisiyim, söz dəlisiyim, ədalət dəlisiyim. Dəli-dağlı qoy məndən inciməsin. İnternetdə bir yerdə demişəm ki, biz onlara Kəlbəcərdə dəli geçdəkli deyirdik. Onu da mən izah eləmişəm ki, nəyə görə belə deyirdik. Çünki onlar çörəklərinin dəlisi idilər. Namus qeyrət dəlisi idilər. O boyda dövlət Dəmir Həsənoğlu kimi saççalarını tam yaddan çıxartdı. Bu dərdin yarısıdır. Dərdin böyüklüyü o ola bilər ki, gələcək nəsillər ədaləti yaddan çıxararlar. Ona görə də mənim vəzifəm nə qədər ömrüm qalıbsa ədalətə, Azərbaycan saz sənətinə xidmət etmək olacaq. Mən belə başa düşürəm. Ədalətlə mənim söhbətim, dostluğum indidən sonra başlayacaq. Ruslarda bir atalar misalı var. Heç vaxtı gec deyil. Bir tərəfdən sevinirəm ki, ədalət Nəsibovu gördüm və əminəm ki, indidən sonra çox görəcəyəm. Bir tərəfdən də istərdim ki, ədaləti görməyəm. İstərdim ki, o mənim üçün əfsanə olsun. Allah kimi. Qədri bilinmir. Tüm Kəlbəcərlilər dizərgin düşdülər ilobalarından. Daha doğrusu dizərgin saldı düşmən. Bəs ədaləti? Ədalət niyə qaçdın düşdü qəzətdə? Çox heyflənirəm ki, cırlaşma gedir. Bəhmənlə sücəti əvəzidən yox. Ədaləti də temboli. Başqa şairlərin 95%-i cəmaatın başını qaçışdırırlar. Bir də ki, cəmaatın burnunun iyi hələ bəhməndən sücətdən getməyin. Mən əminəm ki, bir 30, 40, 50 ildən sonra bəhməni də, sücəti də əvəz edən şairlər olacaq. İndi elə bir saz çalan yoxdur ki, onun başına and içəsən. Və inanmıram ki, bu əsrdə, yəni 84 il müddətində heç olmasa Dəmir Həsənoğlu kimi saz çalan olar. O ki, qaldı ədalətə, ədalət kimisi olmayacaqdır. Saz ədalətlə gəldi, ədalətlə də getdi. Gəlin Allaha yalvaraq, hər bir Azərbaycanlının ömründən qoy Allah bircə gün kəssin, calasın ədalətin ömrünə. Mən də yaşamaq istəyirəm. Amma ədalətə xalq öz ömründən verə bilər. Bəs mən kiməm? Heç kim. Şair Əli müəllimin qardaşı professor Pənah müəllim deyir, Pənah, lazımdırmı belə yaşamaq? Qismətim gətirmir, taleyimə bax. Əbədi yaşamaq dilərdim, ancaq görünür həyata əfsanə gəldi. İndi mən həyata əfsanə gəldim. Havayı gəldi. Çox iyi. Gülüş üçün bir anekdot deyim. Kəlbəcərdə boyu 2 metrdən uzun olan bir Alməmmət kişi var idi. El arasında da hörməti var idi. Çünki namuslu, qeyrətli, heç kimin xatirinə dəyməyən bir adam idi. Yaxşı da oğlanları var idi. Uşaqlarının rayonda hörmət izzəti var idi. Dostları da onlarla zarafat idi. Ola bilsin ki, ona görə də dostları onların ataları haqqında anekdot qoşurdular. Alməmmət kişi deyir ki, qədələr, deyirlər qarığa 300 il yaşayır. Bir bala qarığa tutub saxlayacağım. Görün, həqiqətən də o qarığa 300 il yaşayır, yoxsa yox. Könlür Alməmmət kişi özü də 300 il deməli yaşamaq istəyir. Allah rəhmət eləsin. Tər havalarını, xalq mahnılarını heç kim Ədalət Nəsibov kimi sazda çala bilmədi. Dəmiri tanımırıq. Hara gedirik? Cırlaşma gedir. Ədalətimiz olmaydı.
Vurğun, Bəhmən, Şücəyə, Tələskər, Əmrə, Kəmandar, Şeyin, Sələşli, Dəmir, Mədəniyyət Naziri hara baxır? Ədalət olmaq mümkün deyil. Çünki ədalət Allah bəstəmir. Gərək ədalətin bütün 72 dənə havası olaydı xalqın ixtiyarında. Milyon illərdə keçsə gələcək nəsil bilə idi ki, Nizamidən də yüksək sənətkarımız olubdur. Ədalət nəsidir? Bilmək istərdim ki, görüm ədalətin o Allahlıq edən vaxtlarında Azərbaycanın mədəniyyət naziri kimi olur? Ədalət Müslüm Maqamayev kimi rus dilində çalıb oxusa, Brejnevdə, Esteri mədəniyyət naziri Fursenko'da indi ədaləti bütün dünyaya tanıtdırmışdır. Aşıq Ədalət Nəsibov Fondunun vəzifələri alimlər, tədqiqatçılar tərəfindən aşığın irsini toplayıb öyrənmək. İkinci, elə eləmək lazımdır ki, aşığın sağlığında aşığa qəhrəman adı verilmək. Səməd Vurğunun da heykəlində möhtəşəm, əzəmətli bir heykəl ucalsın. Azərbaycanın paytaxtı Bakı şəhərində. Məndəki bu şəkli heykələ çevrilsin. Üçüncü, aşığın oxuduğu məktəbə və yaşadığı küçəyə aşığın adı verilsin. Aşığın heç olmasa 3 dəfə pensiyası artsın. Aşığın ad günü Azərbaycanda Aşıq günü elan edilsin. Bakı şəhərində və ya da və yaxud Qazax şəhərində Aşıq Ədalət Nəsibov evi açılsın. Və o ev milyonlarla Türk dünyasının ziyarətgahına çevrilsin. Hər rayon mərkəzində saz məktəbi açılsın və Bakı şəhərində də Aşıq Ədalət Nəsibov adına saz universiteti açılsın. Aşıq Ədalət Nəsibov Fondu xalq yaradıcılıq bulağını bərpa edib, ədalət haqqında verilişlər hazırlamaq lazımdır. Kəməndar Rızayev, Məxluqa Sadıqovlar kimi aktyorlar lazımdır. Elə bilirəm ki, Aşıq Ulduzun səsi uyğun gələr. Aktyorlar tanımaq olar. Amma bir dənə problem var, onu da sizə dedim. Dəmir Həsənoğlu kimi saççalan lazım olacaq. Bunu da tapmaq əlbəttə çətindir. Çox şeylər görüləcək. Bütün Ədalət Nəsibov haqqında nə varsa, hamısını Aşıq Ədalət Nəsibov Fondu saytına yığacaq. Bununla keçmişimizi təbliğ edib, yaşatmaq, talantlarımızı üzə çıxarmaq və gələcəyimizi inkişaf etdirmək. Amma heyf, rəhmətlik Bəhmən deyir, sən demə Nizami ilə qurtarılmış bu sənət, Füzuli ilə bitibmiş bu sənətə məhəbbət. Bəhmənin sözü olmasın, saz sənəti ədalətlə gəldi, ədalətlə də getdi. Necə ki Nizamiyə olan məhəbbət Füzuli ilə getdi, ədalətə, ədalət sazına da olan məhəbbət mən imanla da bitdi. Heyf ki, o illər getdi. Taladılar, alovlara çatdılar. Özüm kimi saxladığım illəri, xoşbəxtlikdən bulaq kimi durulub, tər kimi çağladığım illəri. Qocalmışam, ağlım, xuşum yorulub, ürəyimin şah damarı qırılıb. Kim qaytarar bir gözələ vurulub, əhdi peyman bağladığım illəri. Tücayəti tək qoymayın, yoxlayın, həyatımı sözlərimdən qoxlayın. Keçən keçdi, bariyadda saxlayın, vətən deyib ağladığım illəri. Sağ olun,
Sağlıqla qalın. Allah sizə yar olsun. Hörmətlə, Ədalət Nəsibov Fondu, İman Kəlbəcərli. Ünvanımız belədir. Qərib Kəlbəcər, Səməd Vurğun küçəsi 7.